لم يبقى عندي يا ما يبتزه الآلام حسبي من Fudeyl ibn İyad rahmehullah İslam tarixində zahidliyi və gözəl nəsihətləri ilə tanınan böyük alimlərdən biridir. O əvvəlcə sərt xasiyyətli bir insan olub, lakin sonra dərin bir tövbə edərək İslam yoluna yönəlmiş və Allah qorxusu ilə dolu bir həyat sürmüşdür. Onun təsirli və hikmətli nəsihətlərindən bəziləri o deyirdi: dünyaya bağlanmaq bəlaların başlanğıcıdır. İnsan dünyanı nə qədər çox sevərsə, o qədər də huzurdan uzaq düşər. Ondan soruşurlar: İnsanların ən yaxşısı kimdir? O dedi: əxlaqı gözəl, günahdan ən çox çəkinən və Allah qorxusu ilə yaşayan insandır. Bu cavabda Fudeyl ibn İyad həqiqi fəzilətin mal-dövlətdə və ya dünyavi mövqedə deyil, təqva və gözəl əxlaqda olduğunu vurğuladı. O deyirdi: əgər günah işlədikdən sonra qəlbində bir sıxıntı və huzursuzluq hiss edirsənsə, bil ki, bu hələ də imanın qaldığını göstərir. Fudeyl ibn İyad rahmehullah deyirdi: üç insan növü ilə oturub durma. Gəzinti və söhbətləri ilə səni dünyaya bağlayanlar, qəlbində Allah qorxusu olmayanlar və sənə günahı asanlaşdıranlar. Allah Fudeyl ibn İyada rəhmət etsin, bizi də faydalanan qullarından etsin.